Sərdab rayonunun ne kəndiydi? Əlibəyli kəndinin düş, 4 kilovat, 3 kilovat, 4 təkərimiz sarğı. Birinə 2 aparat getmişəm qardaşa. Birinə qoymuşuq, quzələyə qoymuşuq. Daha tələsləmişim çox deyə. Birinə də qoymuşuq arpa bığda. Ondan quzələyindən otumuzu çəkəcək. Bundan da inşallah otumuz qarandan sonra bundan da arpamızı çəkəcək inşallah. 30 yaman torpaqlı otda. Niyə elədir? Yağış vurur ha? Yağış vuranda bir sənətlərdir. Nem qalıb da. Ən gözəl onun torpağım olmamaq istəyirsən, mənə bax, böyük setkanı qoysun onun. Çox torpaqlı da. Yəni qardaşlar baxın ha. Ən axırıncıdır o. Ha, ən balaca gözü. Ha. Baxın. 4 kilovat, 3 kilovat, 4 təkərimiz sarğı nol faza. Otumuz həm biraz nem kimidir, biraz da yağış deyib çox torpaqlıdır. Orada digər sayısında çox torpaq eləyir qardaş. Elə çəkilişdə var torpaq eləyir, elə çəkilişdə quru. O için nem olan şeyləri torpaq eləyir. Baxın. İşte mən nətər müəllim. Əladır. Motor güzə düşmür, bax. Prosta sadəcə qardaş yer göyə torpaq elədi. Heç motorun qulağına da döyür. Hələ 30 biraz gəliz otda. Biraz o nəmdi, gəliz kimi otdu da. Qardaş aləm qatı bir-birinə. Toz, torpaq, duman. 4 kilovat, 4 təkərimiz sarı. Nol faza ot çıxıb saxlıdır. Nol fazadır. O da ot çəkir, arpa çəkir. Bu da ot çəkir, arpa çəkir. Birində tələsirəm deyə ot çəkir, birində də arpa çəkəcək inşallah. Qardaş otu qutarsın. İnşallah bundan da arpamız çəkəcək. Bax. Bu da otun torpaqlı çıxmağı özləri bilir ki, nəmdir. Ona görə torpaqlı çıxır. Nətər doğrayır? Əladır. O sən deyirdi, mənim aparatım var. Bunun kimi doğraya bilərdi. Heç vaxtı. Bizim aparatlara da üstten el salmağa ehtiyac yoxdur. Üstten yavaş-yavaş otur bırak, öz aparacaq. İndi tozlu da o mənlikdir. Da doğranan şeyin tozu olar. Çox adam deyir, ayısa bunun tozuna nə əlac? Tozuna əlac var. Pirsos düzəldirik. Pirsosda əlavə 500 manatdır. Bu aparatımızın qiyməti 1000 manatdır. 1200 manat əslində 200 manat endirmə gətirmişəm. 2 ilə gətirmişəm. 1000 manatdan gətirmişəm. Elə bir 1200, 2400 manat eləyir. Mən qardaşa 2000-ə gətirmişəm. İkisində hərəsində 200 keçmişəm. Çünki bir dənə almır, 2 dənə alır. Bir də Zərdab cəmaatı çox gözəl cəmaatı, qonaqpərvər cəmaatı, həm də çörək verən cəmaatı. Elə bundan sonra gedirəm, bir də gəlib, bir də gəlirəm Zərdaba. Bax, yonca gətirir qardaş inşallah. Bax. Canavar, at. Mən bu izləri çəkim, toz torpaq olur ha. Hara gedirəm, torpaq da yanıma gəlir. Səkin bas. At. İş budur, keyfiyyət budur. Nol fazadır. Səhifəmdən nömrəm var. 070 298 38 08. Azərbaycanın bütün bölgələrini çatdırma qoşu pulsuzdur. Türkiyədə çatdırma pulsuzdur. Naxçıvanda da çatdırma pulsuzdur. O çıxıb saxladı. 1200 manatlığı 1000 manata kampaniya gətirmişəm. Bax, 1200-lü 1000 manata gətirmişəm. Bu da 1200-lü 1000 manata gətirmişəm. Of, otun seva nəm. Onu bir cırıqlar. Yer torpaq götürdü. At öz aparacaq. Tullu öz aparacaq. Çox torpaqlı deyil 30. Nəmdir, kip bağlayıb. Aləm qaçıb bir-birinə. Ot nəmdir ona görə çift bağlayıb, ona görə torpağa çox olur. Bax, motor heç qulağına çalışın. O torpağı az görmək istəyirsən, otu didi bat ki, torpağa çox olanda çox torpaq çıxardır orada. Hop. Hə? Qardaşlar, bizə bu ötü itmək lazımdır. Maşallah, motorun qulağına da deyir. Nə səsini dəyişir, nə bir şey. Bir dənə pres qutardı. Yaxınlaşdırım, yaxından çəkin, baxın. Quzu ələyin qoymuşuq, balaca ələyi. İş budur, keyfiyyətdir. İndi külək bir yana vurur da o, bəndə bir şey yoxdur, doğru həmişə külək olmalıdır, toz olmalıdır. So, 30 qutardı, çox yox, yarım dəqiqə gözlə boş şişəsini söndürüyor, hazır. Söndür. Bu bizim otumuz. Bax, bu bizim otumuz. Çək düş, baxın. Balaca görsən. İndi keçirik. Bir vedrə var da burada ha. 2 vedrə var burada. İndi arpamızı çəkirik. İnşallah
Bir dənə tok çarpına qoş, zəhmət olmasa. Eyni kilovat, eyni təkər, eyni. Bir dənə rənglərində fərq var. Rənglərini öz aranızda seçərsiniz də. İndi hansı rəng götürərsiniz. Xodda bir dənə zəhmət olmasa. Neçədir? 240. Ay maşallah, əla, super toklar var. Bax, onu qaldır, aç. Baba, biraz qaldır, qaldır. So, sıx özü gedəcək. Bu dolu olan özü gedəcək, dibində qalsa əlinlə verərsən də, baxarsan. So, getməyinə baxın. İş budur, keyfiyyat budur. Usta Sarxan Biləsvar balası. Azərbaycan hər bölgələrinə çatdırma, quraşdırma pulsuzdur və hamısı molfazadır. Mis sarğı motorlardan çöllərdə çuğun çoloklu. Alüminyum çoloklu deyir ha. Motorların çölü alüminyum çolok deyir ha. Çölü də çuğun çolokludur. Çuğun gelirsən gec qızır da. Süper ideal motorlar, süper aparatlar. Ondan otumuzu ütdük. Bundan hamısında üstündə bax. Bir ələyi, iki ələyi, üç ələyi, təkəri, bir ələyi üstü, dörd ələyi var. Onda da yəni bir ələyi, iki ələyi, üç ələyi şpindili, dördüncü ələyi də buradadır. Nətər gedir? Baxın. Kimə lazım olsa əlaqə saxlayın. O da ot çəkir, arpazat çəkir. Bu da ot çəkir, arpazat çəkir. Fərqi yoxdur. Nə çəksən çək. Görüm tokumuzun naqruskada nə qədərdir? 334. 340 tokumuz var, cəmi 6 volt naqruskada aşağı düşür. Süper, əla. Yəni, tok nə qədər yüksək olsa, qardaşlar, müştərilər qulaq asasında, tok nə qədər yüksək olsa, motor hesaq yanmaz. Tok ki, motorlar bir səndən yanır. Tok çünki 200-dən aşağı düşür, 150-160, o təzə motoru bir saata yanırsan. Bu belə tokda, bu motoru məsələn 10 ildə işləsən yandıra bilməsən. Çünki motorda naqruska düşmür. Amma zəif tokda arpanı, buğdanı, yemi çox verirsiniz. Tok da zəif olanda onda motor yanır. Yəni belə tokda motor hesaq yanmaz. Yazıda saxlayın. Bir də sağ olsun qardaşlar, bax, demişəm tokları qalın çəkiblər. Bax, toku alüminyum xətdən çəkiblər. Aparatların üstündə alüminyum xət var 4 metr. Qardaşlar yəni 10-luq, 12-lik şunurdan da çəkiblər alüminyumdan. Bax, torpaq yaxından çəkəm biləm. Çox. Müəllim, yaman öskürürsən, soyuqlayıbsan. Hə. İnşallah da nöqətim olmasın, biraz kifili torpağa soxdu. Maska vuruşda edərsən ki, torpağı biraz adamı çəçitməsin, öskürtməsin. Yağış verib ona görə, o quru olsaydı torpaq o qədər olmazdı. Hə, Hüsnü. Orada qutardı. Bax, yadınızda qalsın, orada qutardı, söndürməyin. Gözləyin, 2 dəqiqə boş işləsin, için təmizləsin, sonra söndürərsin. Elə bir orada qutaranda bir də səsin, burada xışıltı var, ha, bu xışıltı, səslə biləcəksiniz. Xışıltı azaldıqsa demək yoxdur, söndürəcəksiniz. So, söndür. Allah xeyir versin. Bizim vedirəmiz var, nəyimiz varsa. Neyse boşalt buna da getirdim. Budur. Kaldır boşalt bura müşterilerimiz görsün. Sudur bu. Yok bura tök burada. Sen görmeye göre diyelim. Ne biraz tök ne olacak ki? Onu karıştıracaksan. Boşalt burayı. Hamısı boşalt burayı. Boşalt burayı. Boşalt. Gör niye ben çəkiliş edeyim müşteriler de görsün de. Çox müştərilər üstə montaj eləyirsən, deyirəm qardaş, mən çalını çəkilişim, nəyə montaj eləyəcəm orada? Baxma, elə müştəri var, deyirəm valla mən. Nətərdir? Buğda bundan da. Qəşəngdir, buğda bundan da narğinidir, çünki buğda dayan toz kimi olur. Allah xeyirli versin, xeyirli olsun. Süper, qəşəng gününüz olsun, Allah aldığınızdan min qat əvəzin versin, min qat xeyirli versin. Allah canınıza da dəyməz. Kim də istəsə deyin, dost tanış. İnşallah, özümüz reklam edirik. Oldu. Allah köməz. Allah elizə ovuza bərəkət versin. Ağsaqqallı bu evdən əsir eləməsin. Allah orucu namazda qəbul etsin. Öpürəm. Sağ ol.